Xankərəm, indi sənə mən xan kababının hazırlamağını göstərəcəm. Bax, bu xan kababının farşıdır. Deməli, bunun içində quzunun içalatı, komplekti, yəni ağciyəri, qaraciyəri, böyrəyi, sonra bunda quyruq var, qoz ləpəsi var, zirinc var, göyərti var, soğan, sarımsaq, duz, istiot. Bu bunun qarışığıdır. Bunu belə hazırlayırıq. Sonra belə quzunun pərdəsini açıb, səliqə ilə bundan lazımı qədər bu pərdəyə yığırıq. Deməli, belə bir vəziyyət alınır. Bunu çox yerdə kababçılar dolma stilində eləyir. Amma mən bunu biraz uzunsov kalbasa stilində eləyirəm. Çünki bu effektlidir. Bu həm bişməsində, həm doğranmasında, həm gələn müştərinin sayına uyğun bunu doğrayıb bunların qabağına qoymaq şərti ilə. Deməli, bunu biz belə səliqəli yayıb pərdəni bükürük. Pərdəni bükəndən sonra bunun hər tərəfin, baş tərəflərin belə yığırıq ki, bu dağılmasın. Bu belə. Sonra pərdənin qalınlığına uyğun bir dəfədə və yaxud da 2 dəfə qatlayıb belə bir vəziyyət ala bilərik. Bax, xan kababı belə vəziyyətdə alınır. Doğrudan da adına layiq. Keçmişdə bunu xanlar, padişahlar zad yeyirmiş. Adını qoyublar xan kababı. İndi Azərbaycanın gözəl oğlanları yeyir. Nuş eləsinlər.